Yaxşı. Yazılıb ki, birinci sualda m natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M kvadratı plus 6m plus 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Bunu tapmaq üçün ilk növbədə siz m ədədini 5-ə bölürsünüz. Yazırsınız m bölünsün. Dəqiqə, bunun ruskasını. Ruskası görmüşdünüz. Deməli, m bölünsün 5 bərabərdir nə? Natamam qisməti bilmirsiniz. Özünüzdən bir rəqəm yaza bilərsiniz. Mən balaca rəqəm yazıram, 1 yazıram. 1 qalıq 3. Buradan biz m-i tapanda, m-i tapanda necə tapırdıq? 1-i 5-ə vurub üzərinə 3 gəlirsən. 1-i 5-ə vuranda eləyir 5, 5 də 3, 8. M-i tapdım 8. Canan, kim gəlsə qəbul edə 8-i bilərsən. yaxşı müəllim. Hə, m-i tapdın 8, gətirib m-in yerinə 8 yazıram. 8-in kvadratı üstə gəlsin 6 vurulsun 8 plus 5. Bunu hesablayanda 8-in kvadratı 64, 6 8-in 48. Üstə gəlsin 5-ə. Deməli, 64 isə 48 neçə eləyir? Eləyir 12, 112 bu da 112, 5, 117. 117. Hə, 117-nin deyir 5-ə bölünməsinin alınan qalığı istəyir. Bu da nə qədər eləyir? 23 2. qalıq 2. Birinci sualın cavabı oldu 2. İkinci sual. Burada nəyə baxırsınız siz? B-nin yerinə 1 yazacağıq, A-nın yerinə 17 yazacağıq. Hansı ədədləri bir-birinə vuranda 17 eləyir? B-yə 1 verəndə, A-ya da neçə verəndə? A-ya daha doğrusu 17 verəcəyik. B-yə 1. B-nin qiyməti 1 isə C məcburi neçə olacaq? 5 olacaq. Onları toplayacaqsınız. 17 plus 1 plus 5. Cavab olacaq 23. Nəsə bir yazmıdır bu? Qalamın nə oldu? Sonra üçüncü sual. Ayşə Hacıyev. Çıxdı bu. Görək necə işləyir. Hə. Deməli, üçüncü sualda yazılıb ki, biri o birindən 4 vahid böyük olan iki natural ədədin kvadratlar cəmi 400-ə bərabərdir. Bu ədədlərin cəmini tapın. Biri o birindən 4 vahid böyükdür. Biri x-dir, digər neçədir? X plus 4-dür. Deyir, bunların kvadratlar cəmi, yəni x-in kvadratı plus x plus 4-ün nəyi? Kvadratı bərabərdir 400-ə. Birincisini yazıram x kvadrat, üstə gəlsin. Deməli, bunu belə yazırıq. Müxtəsər vurma düsturu kimi yazıram bunu. A plus B-nin mötərizə kvadratının açılışı bu cür idi ki, A kvadratı üstə gəlsin 2AB plus B-nin kvadratı olacaq. Burada da olacaq x-in kvadratı üzərinə gəlsin. X-i 4-ə vuranda 4x, 2-yə vuranda 8x plus 4-ün kvadratı 16 bərabərdir 400-ə. X-in kvadratı x-in kvadratı cəmi eləyir 2x-in kvadratı. Üstə gəl 8x. 16-dan 4-ü çıxanda qalır 384 bərabərdir 0-a. Hər tərəfi mən 2-yə bölərəm, qalar x kvadrat plus 4x. 384-ü 2-yə böləndə qalır 192. Bərabərdir 0-a. Diskriminantla tapsaq 4-ün kvadratı 16. 192-ni də 4-ə vuranda eləyir 768. Yəni sənin diskriminantın olacaq 784. Diskriminant tapdım. X1-i tapanda necə tapırdıq? Mənfi B plus minus kökdə D bölü 2. Mənfi B isə B-nin qiyməti 4-də düsturda mənfi var idi. Mənfi ilə müsbət dəyərində olacaq mənfi 4. 784-dən də kök çıxır 28.
bölünsün 2. Mənfi 4 üstə 28 gələndə eləyir 24. Bölürsən 2-yə 12. Sonra bir ədədin 12-dir. Digərini tapanda 12 üstə gəlirəm nəyi? Burada digəri mənfi ədəd olacaq. Mənfi 4 çıx 28 bölü 2. Bizdən isə natural ədəd istəyir. Mənfi ədədlər natural sayılmır. Ona görə də müsbət olaraq saxlayırıq. Biri 12-dir, digəri isə 12 plus 4-dür. Bu ədədi 16. Sonra deyir ki, bu ədədlərin cəmini tapın. Yəni deyir 12 ilə 16-nı toplayın. Cavab olacaq 28 D bəndi. Sonra dördüncü sual. 4-də yazılıb ki, x, y və y, x natural ədədlər üçün x, y çıxılsın y bərabərdir. X, y çıx y bölünsün y, x çıxılsın x bərabərdir 2 olarsa x plus y-nin ən böyük qiymətini tapın. Ən böyük qiymət tapın. Üstündə xətt varsa, biz bilirik ki, təklik, onluq, yüzlüyü bildirir. İndi təklik, onluq, 10x, 10x. Bir dənə təkliyimiz var, plus y, çıxılsın y. Təklik onluq 10y üstə gəlsin x çıxılsın x bərabər nəyə? 2-yə. Y-lər x-lər getdi. Buradan da x-lər getdi. Yuxarıda qaldı 10x sürətdə. Məxrəcdə qaldı 10y bərabər nəyə? 2-yə. Onlar da x-lər getdi. Qaldı x bölünsün y bərabərdir 2. Yəni x nəyə bərabərdir? 2y-ə bərabərdir. X oldu 2y. İndi burada deyir ki, x plus y cəminin ən böyük qiymətini istəyir. Ən böyük qiymətin istədiyinə görə, ən böyük qiymətini istədiyinə görə, yəni bu ifadənin qiymətinin ən böyük olması üçün bunlar da böyük olmalıdır. X-ə, y-ə mən 1 verə bilərəm, 2 verə bilərəm, 3 verə bilərəm, 4 verə bilərəm. 5 verə bilmirəm. Niyə? Çünki mən y-ə 5 versəm, bax fikirləşin, y-in yerinə 5 yazsam, 2-ni 5-ə varan neçə eləyir? 10 eləyir. Yəni y-in 5 qiymətində x olacaq 10. Bizdən isə x-y deyir, yəni bu x-y 2 rəqəmli ədəddir. 3 rəqəmli ədəd deyil ki, x-in yerinə mən 10 yazsam, y-in yerinə 5 yazsam, bu olacaq 105. Bu da olmaz. Niyə? Çünki bu 2 rəqəmli ədəddir. Yəni bizdən 2 rəqəmli ədəd istəyir. Amma bu ifadədə, yəni x-in yerinə deməli, y-in yerinə 5, x-in yerinə 10 alanda 105 3 rəqəmli ədəddir. Yəni biz maksimum y-ə verə bilərik 4-ü. X neçə olacaq? 2-ni 4-ə vur 8. Bunların cəmini istəyir, cavab olacaq 12. C bəndi. Başa düşdünüz? Bəli. Sonra. Bunu silək. Öz tutması tutulur kompüter. Deməli, neçədə qaldıq? 5-ci sualda. 5-ci sualda yazılıb ki, 4x çıxılsın 3 və 3y plus 2 qarşılıqlı sadə ədədlər üçün 22 vurulsun 4x çıxılsın 3 bərabərdir 58 vurulsun 3y plus 2 olarsa x-y hansını tapın. Bunu tapmaq üçün biz deməli, hər tərəfini bölürsünüz 2-yə. Bax, böldünüz 2-yə. Burada neçə qaldı? 11 vurulsun 4x minus 3. Buradan 2-yə böləndə 29 vurulsun 3y plus 2. Bunlar qarşılıqlı sadə ədəd olduğuna görə 11-i bərabərlə eləyəcəm nəyə? 3y plus 2. Yəni 3y plus 2 olacaq 11. Burada mən y tapanda 3y olacaq 11-dən 2 çıxanda 9. Y olacaq 3. Y tapdım 3. Digər tərəfdən 29-u bərabər eləyəcəm 4x minus 3-ə. Yəni 4x minus 3 bərabərdir 29-a. 4x bərabər 29 da 32, x olacaq 8. X-y hasilini istəyir, 8-i vurun 3-ə, olsun 24. 5-də oldu 24. Sonra 6-cı sual. 6-cı sualda deməli yenə üstünə xətt alar var və belər var. Deməli, üstündə xətt var dedik ki, təklik, onluq, yüzlü, minlik bildirir. Təklik, onluq, yüzlü, minlik, təklik, onluq, yüzlü, minlik. 1000 dənə
A. 100 dənə deməli təklik onluq üzlü minli, təklik onluq üzlü minli. 1000 A üstə gəlsin 100 A, bax yazıram bunu 1000 A plus 100 A plus 10 A plus A. Üstə gəlsin təklik onluq 10B plus 1 dənə B. Bölünsün təklik onluq 10 dənə A üstə gəl A 10 dənə B plus B. Deməli 1000A 100A və 10A bunları toplayanda 3-ün eləyir 1111. Burada eləyir 1000 deməli 1 var burada. 1 2 3 4 dənə 1 olacaq. 3 4 dənə 1 üstə gəlsin 11B bölünsün 11A üstə gəlsin 11B. Deməli, buradan biz 11-i çıxarsaq mötərizə xaricinə qalacaq 11-i deməli 11-i nəyə vuranda 1111 eləyir? 101-ə. Deməli 101A 101A olur yoxsa bu A idi. 101A üstə gəlsin 11 çıxıbsa yerdə qalıb B. Bölünsün. Buradan da 11-i çıxarsam qalacaq A plus B-yə. 11-lər də ixtisar getdi. Qaldı yerdə 101A üstə gəl B bölünsün A plus B-yə. Cavab oldu 6-da C bəndi. Sonra 7-ci sualda A bərabərdir 3B bölünsün 5C. B və C müsbət ədədlərdir. Əgər B-ni 4 dəfə azaldıb C-ni 8 dəfə artırsaq, onda A necə dəyişər? Bunu tapmaq üçün deməli biz B-ni 4 dəfə azaldıram. Bax fikir verin. A bərabərdir, fikir verək. 3 vurulsun. B-ni 4 dəfə azaltdım. Əvvəl B idi, 4 dəfə azaltdım, oldu B böl 4. Sonra C-ni 8 dəfə artırdım. O 5 C-ni yazırsınız yerinə. 8 dəfə artıranda 8-ə vurursunuz. Deməli, bizim işimiz bunlarlandır. Baxın. 3B bölünsün. Bunu saxlayıram bunun yanında. 5 seni də saxlayaq yanında. Burada əvvəl 4 dəfə azalmışdı. 4-ü 4də 1 qalmışdı. Burada düzdür. 4də 1-i 8-ə böləndə 4də 1-i 8də 1-ə vururam. Yəni 8də 1-ə vuranda, yəni 32də 1-ə vurdum bunu. Fikir verin. 3B böl 4-ü bölürəm 40C-yə və yaxud da ki, belə də yaza bilərsiniz. Bunu ayırarsınız bir yerdə. Bunu ayırdım bu yerdə. Burada qalıb 4də 1. 4də 1-i 8-ə böləndə 32də 1 eləyir. Yəni, əvvəl sənin kəsrin 3B böl 8 idi. Baxın, fikir verin. Sonra oldu. 3B vurulsun 1, bölünsün 5C vur 32. Yəni, bu 32 dəfə azalmanı göstərir. Əgər bu 32 sürətli olsaydı, 32 dəfə artardı. Məxrəcdə olduğuna görə 32 dəfə azalır. Sonra bu belə. 8-ci sualda A böl B bərabərdir 8-də 3 olarsa, əkyob AB böl əbob AB-ni tapın. Çarpaz vurursunuz bunu. Deməli, olur 8A bərabərdir 3B-yə. A-nın yerinə mən neçə K yaza bilərəm? 3K yazsam, B-nin yerinə neçə K yazmalıyam məcburi? 8K. Niyə? Çünki A-nın yerinə 3K yazanda bu olacaq 24K. B-nin yerinə də 8K yazanda bu da olacaq 24K. Bunlar da bir-birinə bərabər olur. Deməli, A-nın yerinə 3K, B-nin yerinə 8K yazıram burada. Olur əkyob. A-nın yerinə neçə K? 3K. B-nin yerinə də 8K yazdım. Bölünsün əbob. A-nın yerinə 3K. B-nin yerinə 8K. Bərabərdir. Hər ikisində K var. Çıxardıram mötərizə xaricinə. Qalır. Dəqiqə, bunu silin buradan. Aha. K çıxdı. Olacaq əkyob 3, 8. Aşağıdan da K-nı çıxardanda qalır əbob 3 və 8. Deməli, 3 və 8 qarşılıqlı, K-lar buradan ixtisar getdi. 3 ilə 8 qarşılıqlı sadə ədədlərdir. Əkobları hasillərdir. Bura oldu 24. Əbobları isə qarşı sadə ədədlərin əbobu 1-dir. 24-ü 1-ə böləndə 24 D-bəndi. Sonra 9-cu suala baxsaq, 9-cu sualda deyir ki, n-in neçə tam qiymətində 3n kvadrat üstə gəlib 5n çıxı 12 böl n kəsinin qiyməti tam ədəddir.
Bu ifadələri tapmaq üçün tam ədəd deyilsə, burada həm mənfiləri götürə bilərik, həm də müsbətləri. Bəzən imtahanda deyir ki, neçə tam qiymətində ifadənin qiyməti naturaldır və yaxud da ki, əksi ola bilər. Burada hər tərəfini bölürəm n-ə. Yəni 3n kvadratını bölürəm n-ə. Üstə gəlsin 5n bölünsün n. Çıx 12 bölünsün n-ə. N-lər ixtisar getdi. Burada qaldı 3n. 5n-lər də buradan ixtisar getdi. Qaldı 5. Çıxılsın 12 bölünsün n. Burada həm müsbət ədədləri götürməliyik, həm də mənfilər. 12-nin bölənləri nədir? Plus minus 1, plus minus 2, plus minus 3, plus minus 4, plus minus 6 və yaxud başqa nə ola bilər? 12 də ola bilər. Plus minus 12 başqa neçə oldu? 2, 4, 6, 8, 10, 12. Başqa yoxdur ki. Deməli 1 ola bilər, 2, 3, 4, 5, 6, 7, 8 ola bilmir, 12 birdən. Deməli 9-cu sualda olacaq. Dedi ki, neçə tam qiymətində? 12 dənə qiymətində. Cavab 12-dir. Sonra, deməli 10-cu sual. 10-cu sualda yazılıb ki, AB bərabər 8 vurulsun AB olarsa, A plus B-nin cəmini tapın. Bunu tapmaq üçün siz burada nə edə bilərsiniz? Fikir verək. Deməli, bunu... Deməli, üstündə yenə xətt varsa, demişik ki, təklik onluğu bildirir. Təklik onluq 10A üstə gəlsin təklik B bərabərdir 8. Bunu vurub açıram. 8-ə vuranda 8-ə, üstə gəl 8B-yə. Qaşağını silim. Deməli, A-ları bir yerə yığıram. 10A-dan 8-ə çıxanda qalır 2A. 8B-dən B çıxıram, qalır 7B-yə. A-nın yerinə mən nə yaza bilərəm? Elə bir ədəd yazmalıyım ki, bir-birinə bərabər olsun. A-nın yerinə mən 7, B-nin yerinə də 2 yaza bilərəm rahatçılığına. Çünki 2-ni 7-yə vuranda 14, 7-ni 2-yə vuranda 14. Başqa ədəd yaza bilərik. Onu fikirləşmək lazımdır. Onu fikirləşmək olar əslində. Başqa rəqəmlər də yazmaq olar. Amma bu 2 rəqəmli ədəddir. Bu ədədlərin başqa rəqəm yazsız, keçəcək 3 rəqəmli. Bizə də sərf eləmir. Ona görə biz bunu A-nın 7, B-nin yerinə 2 məcbur yazmalıyıq. Bunların cəmi istəyir 9. C-bəndi. Sonra 11-ci sual. 11-də ki, 300-ün natural bölənlərin sayını istəyir. Bu düsturdur. Hazır düsturda yazırsınız. Birinci vuruqlara ayırın bunu. 300-ün vuruqlara ayırırsınız. Baxın, 300-ü vuruqlara ayıranda, deməli 300-ü 2-yə bölürəm. 150, 2-yə bölək 75, 3, 25, 5, 5, 5, 5, 1. 2-dən neçə dənədir? 2 dənə. Yazırsınız 2 üstü 2. 3-dən 1 dənədir, 3 üstü 1. 5-dən 2 dənədir, 5 üstü 2. Natural bölünən sayı tapanda qüvvətin üzərində 1 gəlir, vurursunuz bir-birinə. 2 plus 1, 1 plus 1 və 2 plus 1. 2 üstə 1, 3, 1 üstə 1, 2, 2 üstə 1, 3. Bir-birinə vuranda eləyir 18 B bəndi. Sonra 12-ci sual. 12-də deyir 12-yə və 18-ə qalıqsız bölünən 200-dən kiçik natural ədədlərin sayını tapın. Bunu hesablamaq, belə deyək də, bunu necə taparıq? 12 ilə 18-in birinci əkobunu tapın, eləyir 36. Düzdür? Birinci ilə 200-dən kiçik 12 həm də 18-ə bölünən ədəd 36-dır. 36-nı 2 dəfə artırır 72 olsun. Yəni 12 həm də 18-ə bölünən, həm 36-dır, 72-dir, 144-dür. Başqa var? 108-dir, yaddan çıxdı. 4 dənədir. Başqa rəqəmlər yoxdur. 200-dən kiçik olsun, həm 12, həm də 18-ə bölünsün. Bu 4 dənə rəqəmdir. Cavab oldu B. 12-də B. Başqa rəqəm varmı? Bir dənə baxaq. 12, 144. Bir dəqiqə. Deməli 36-nı 1-ə vurdun, 2-yə vurdun, 3-ə vurdun, 4-ə, bir dənə də 5-ə vurmaq lazımdır. 180 də bölünür. 5 dənə olur. C bəndi, C bəndi. Sonra deyir ki, əkyob AB 11 olarsa, A plus B-nin ən böyük qiymətini tapın. Bunu rahatçılıqla necə taparsınız? Hansı ədədlərin əkobları 11 eləyir? İki hal var bunun üçün. 1 ilə 11-in əkob 11-dir, bir də 11 ilə 11-in əkob 11-dir. Ən böyük qiymətini istədiyinə görə, ən böyük qiymətini istəyir. 1-dən 11 olsa 12 olar cavab. 11-dən 11 olsa 22 olar. Ən böyük qiymətini istədiyinə görə 22 cavab. Yəni sən hansı ədədlərini yazıb ki,
Əkobu 11-dir, 1 11-dir, bir də 11 11-dir. Ən kiçik istəsəydi 1 ilə 11-i götürüb toplayardınız, olardı 12. Ən böyük istədiyinə görə elə 11 11 22 cavab. A bəndə. 14-cü sual yazılıb ki, k plus 2 bölü 100 k plus 47 kəsirini tam ixtisar etdikdə m bölü m kəsiri alınır. Əkyob m üstü 5, n üstü 5, 7 üstü 10 olarsa mnk cəmini tapın. M plus n plus k-nın cəmini tapın. Tam ixtisar edibsə, bax, kəsir tam ixtisar edibsə, burada n və n qarşılıqlı sadə ədəd olmalı. Niyə? Çünki məsələn üçün 12-də 6-nı biz 12-də 6 qarşılıqlı sadə ədəd deyil. Amma ixtisar edəndən sonra 2-də 1 alır. 1 ilə 2 qarşılıqlı sadə. Bu tam sözü var, tam ixtisar edibsə, deməli n ilə m necə ədəddir? Qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əkobları nədir? Onların hasilidir. Yəni sən belə yaza bilərsən. M üstü 5 vur n üstü deməli, bu nəsə deyil. N üstü 5 bərabərdir 7 üstü 10-a. M üstü 5, N üstü 5, 7 üstü 10-dursa, mən bunu bu cür yaza bilərəm də. M vurulsun N üstündə hasil şəkildə bərabərdir. 7 üstü 10-u mən necə yaza bilərəm? 7 üstü 10-u. Mən 7 üstü 2 üzərində də 5 yazmaq olar. Düzdür? 7 üstü 2-ni 5-ə vuranda 10 edir, elə. Deməli, buradan biz m-in n vurulsun n üstündə 5 bərabərdir. 7 üstü 2 neçə edir? 49 üzərində 5. Qüvvətlər bərabərdirsə, əsaslar da bir-birinə bərabər olmalı. Deməli, m-in bərabərdir 49 olmalıdır. Bunu tapdıq. M-in 49-dur. Burada hansı ədədlərin bir-birinə vuranda 49 edir? 7 ilə 7, bir də 49 ilə 1. 7 ilə 7 ola bilməz, çünki 7-ni 7-yə böləndə 1 düşür. Həm də eyni ədəd ola bilməz. Bu 49 ilə 1-dir. Ya M1-dir, ya da N49-dur. Məsələn, N-ə 1 versəm, M-ə 49 versəm, elə M 49 olmalıdır, N-də 1. Niyə? Çünki M-in yerinə N-in yerinə 1 yazanda, bax fikir ver, bunun yerinə 1 yazdım. M-in də yerinə 49. K plus 2 1-ə bərabər ola bilər də. 100K plus 49 da 49-a bərabər ola bilər. Çünki baxın, ifadənin qiymətinə baxın. Balaca balacaya bərabər olsun, böyük də böyüklə bərabər olmalıdır. Burada M-i tapdıq, N-i tapdıq. İndi bizə K lazımdır, elə? Yoxsa? Hə, K da lazımdır. Sən bu kəsiri, yəni K plus 2 bölünsün 100K plus 47-ni bərabər eləməlisən 49-da 1-ə. K-nın qiyməti burada hesablayanda neçə olur K? 1 yazaq 147. Hə. K-nın da qiyməti 3 olur. Daha doğrusu 1 olur. 1 olur. Niyə 1 oldu? Məsələn üçün bunu çarpaz vurub hesablayanda 100K plus 47-ni 1-ə vuranda 100K plus 47, 49-da K plus 2 var. Yaxud da yerinə rəqəm yaza bilərsiniz. 1 yazanda bu olur 100. Aşağıda 1 yazanda 147. 147-də 3 ixtisar aparanda 49-da 1 qalır. Bunların cəmini istəyir 49, 1, 1. Cavab da olacaq 51. Düzgün cavab 51. Sonra ölçüləri 54 metr olan, 72 metr olan düz bucaqlı şəkildə kiçik parkın ətrafında onun sərhədləri boyunca bir-birinə bərabər məsafədə künc nöqtələrindən başlayaraq hər birinin qiyməti 50 manat olan işıq dirəkləri bərkidilib. Bu dirəklərin alınmasına ən az neçə manat xərclənib? Siz burada düz bucaqlıdır, çəkirsiniz düz bucaqlı bir dənə. Deməli, bunun hər bir ətrafı nə qədərdir? Biri 54-dür uzunluğu, biri də 72-dir. Bunların bu hər birinə dirək bastırmalıdır məsafədə. Eyni məsafədə tapmaq üçün siz bunun əkobunu tapın. Daha doğrusu əbobun. Ən böyük ortaq bölünəni tapın. 54 ilə 72-nin. Buna əbobu nə qədər eləyər? 2, 27, 4, 18. 18 hər ikisinə bölünür. Əbob oldu 18. 54 və 72. Hər deməli 72 metrdən, hər 18 metrdən bir bu dirəklər bastırılmalıdır burada. Burada ümumi perimetri tapırsınız, düz bucağının perimetri. P bərabərdir 2 vurulsun A plus B-dir. Buradan P bərabərdir 2 vurulsun. A-nın qiyməti 54-dür. B-nin qiyməti də 72-dir. Perimetr olacaq bunun üçün 54, 72 eləyir 6. Deməli, 126 2-yə vuranda 252. Yəni bu düz bucağının perimetri oldu 252 və hər 18 metrdən biri oldu. 252-ni də bölün 18-ə. Nə qədər eləyir bu? Deməli 14 və deyirdi ki burada
Hər birinin qiyməti 50 manat olan işıq dirəkləri bastırılıb. 14-ü də vurursunuz 50 manata 700 manat pul xərclənib. Sonra burada da var. Deməli, birinci, yəni bu 20 neçənci oldu bu? 16-da. N-in hansı natural qiymətlərində 3n bölü 2n plus 4 kəsiri düzgün kəsirdir? N-ə qiymətlər verirsiniz. 1 yazanda olur 200, aşağı 1 yazanda edir 6. 6-da 3 düzgündür. 2 yazanda 3'ü 2'ye vur 6, 2'ni 2'ye vur 4, 4'də 4 8. Bu da düzgündür. 3 yazanda 3'ü 3'e vur 9, 2'ni 3'e vur 6, üstündən 4 yanında 10. Bu da düzgündür. Deməli, hansı qiymətlərdir? 1, 2, 3 qiymətində cavab oldu yeməndi. İkinci sualda 2,41 A-nın qiymətidir. Yəni, mən A-nı bu cür yaza bilərəm. Bu dövr, saf dövr onluq kəsirdir. Dövr eləyən 41-dir. 2,41, 41, 41. Yəni, dövr eləyir. B-nin qiyməti nədir? 2,41. Bunun ardınca sıfırlar da var. Dövrü yoxdur ki, hansı bir olacaq? Əlbəttə ki, 41-lər bərabərdir. Digər tərəfinə baxsan, 41 burada sıfırdır. A böyükdür B-dən. C bəndi. Sonra üçüncü sualda ədədin 1/3 hissəsinin üzərinə 2 əlavə etdikdə ədədin özü alınır. Ədəd bilmirsiniz hansını? Onu x ilə işarə eləsiniz. Onun 1/3-ni tapanda olur x vur 1/3. Üzərinə 2 əlavə etdim. Üzərinə 2 əlavə edəndə deyir özü alınır. Ədəd nə idi ki bizdə özü? Özü hansı idi? X idi. Buradan olacaq 2 bərabərdir. X çıxılsın 1/3 x-a. 2 bərabərdir. X-i yazırsınız 3/3 kimi. 3/3-dən 1/3 çıxanda 3/2x. X-in də qiyməti olacaq neçə? Deməli, x-lər getdi. 6x oldu 3. X istəyirdi B bəndi. Sonra dördüncü sual. Bir fəhlə. 4 deyəndə bu neçəndə oldu? 16, bu oldu 17, bu 18. Yəni, 2 sualımız qalıb. 19, bu da 20-dir. Deyir ki, bir fəhlə 8 saata, digərisi 6 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işləsələr, işin hansısı görülməmiş qalar. Bunu tapmaq üçün deməli, bir saata, 8 saata bir fəllə işi 8 saata, digəri 6 saata yerinə. Bunu hər 1 saatını tapmalısan. 8 saat isə olacaq 8-də 1, 6 saat isə 1 saata 6-da 1-dir. 3 saat işləsələr 3-ə vuracaqsınız, bərabər olacaq ifadənin qiymətinə. Əkov tapırsınız, 3-ə vurun, 4-ə vurun. 3-də 4 olacaq 7, 8 üçün 24. Vurulsun 3-ə. Gedir x-ə qalır 8-də 7. 8-də 7 hissəsini bu görüb. Neçə hissəsi qalıb? 1-dən çıxırsınız 8-də 7-ni. 1-i də yazıram 8-də 8 kimi. 8-də 8-dən 8 7 çıxanı cavab olur 8-də 1 D bəndi. Sonra A ədədinin 20-də, A ədədinin 5-də 2 hissəsi 270, B ədədinin 0,8 hissəsi isə 180 olarsa A bölünsün, B-ni tapın. Biz burada nə eləməliyik? Deməli, burada A-nın 5-də 2 hissəsi, ədədin hissəsini tapanda ədədi hissə göstərən vurursan. Yəni, A-nı vururam. A vurulsun 5-də 2 bərabərdir 270-ə. B ədədinin 0,8, yəni B vurulsun 0,8 180. Buradan biz A-nı tapsaq 2. Buradan A-nı necə tapacağıq? Deməli, 2A olacaq. 270 vurulsun 5. Buradan A-nı tapaq. 270 vurulsun 5 bölünsün 2. B-ni tapanda isə B nəyə bərabər olur? Deməli, B-ni mən 0,8-i 5-də 4 kimi yaza bilərəm də. 5-də 4 bərabərdir 180-ə. Buradan 4B bərabərdir 180 vurulsun 5-ə. B-ni də tapanda 180 vur 5 bölünsün 4 qalır. B-nin qiyməti 180 vur 5 bölü 4. A-nın qiyməti 270 vur 5, 270 vur 5 bölü 2-dir. A bölü B-ni istəyir. Burada nisbət yazırsınız. A bölü B. Yəni, bunları bir-birinə böləndə 5-lər ixtisar gedir. Sıfırlar da ixtisar gedir. Cavab olur 3. A bəndi. Deməli, burada